Deməli, bizim bugünkü dərsimiz istehsalın SWOT haqqında olacaqdır. Öncədən deyim ki, bu mövzu ayrıca bir təlimi mövzudur. Çünki bunun adətən istehsalın və maliyyə SWOT adı altında keçilir. Sadəcə bu dərsdə mən bununla bağlı olaraq ilk bir istehsalın SWOT ilə bağlı bir dərs keçəcəm. Ən azından minimum anlayışlarınız olsun. Biz hesablar planını xatırlayırsınızsa, aktivlər iki yerə bölmüşdük. Bir uzun müddətli aktivlərə bölmüşdük, bir də qısa müddətli aktivlərə. Demişdik ki, qısa müddətli aktivlər neçə ilə başlayırdı? Qısa müddətli aktivlərimiz bizim deməli 200 ilə yəni başlayan hesablar idi və biz orada pul vəsaitini keçmişdik. Sadəcə nə qalmışdı? Bizdə ehtiyatlar maliyyə dəyərinin hesablanmasını da keçmişdik. Ancaq istehsalla bağlı dərsi keçməmişdik. Və ifadə eləmişdik ki, 3 əsas sektor var: xidmət sektoru, ticarət sektoru və bir də istehsal sektoru. Biz adətən keçdiyimiz məsələləri daha çox istehsal sektoru, ticarət sektoru və xidmət sektoru üzərindən dəyərləndirmişdik. Bugün isə ilkin olaraq istehsal haqqında məlumat verəcəyik. Öncədən bilək ki, istehsalla bağlı olan əsas mühüm hesablar bunlardır. Biz təbii ki, məsələ həlli zamanı daha çox 205 nömrə hesabdan istifadə edirdik. Hansı ki, biz buna mal ambarda dedik, mallar da dedik, ticarət mal ambarda, ticarət mal da, yəni 205 nömrə hesabda. Biz daha çox 204, 202, 201 nömrəli hesabdan istifadə eləməmişdik. İndi isə onunla bağlı bir dərsimiz olacaq. İlk öncə ifadə edeyim ki, ehtiyatlar maliyyə dəyəri keçində xatırlayırsınızsa biz nədən istifadə eləmişdik? Ondan istifadə eləmişdik ki, ehtiyatlar maliyyə dəyəri hesablamasında 3 və ya 4 metoddan istifadə eləmişdik. 3 əsas idi. Hansıdır? FIFO metodu, LIFO metodu, bir də AFCO metodu idi. Və orada ifadə eləmişdik ki, o bizə nə üçün lazımdır? Və ifadə eləmişdik ki, ehtiyatlar satılanda bizə lazımdır. Nə ehtiyatlar satılanda bilək ki, ambardan hansı miqdarda mal çıxır. Və onun nəticəsində hesabladığımız nə qədər dəyərdə mal çıxır, SMMD-ni nə qədər ki hesablayırdıq, həmin SMMD-ni apara yazırdıq, əməliyyat jurnalına yazırdıq. Bugün isə onun digər bir tərəfi olan, həmçinin o metodlar bizə istehsalatda da lazımdır. Niyə? Çünki istehsalatda bir mal istehsal edəndə məhsulun maliyyə dəyərini təşkil edən, yəni müəyyən elementlər var, onlar hesablanması üçün bizə lazımdır. Demək, iki şey də lazım olur. Bir, ticarət sektoruna xərcə silmək üçün lazımdır. Bir də istehsal prosesində isə məsrəfə silmək üçün. Görə bu məsrəf anlayışı nədir və onunla bağlı olan, istehsalla bağlı olan ilkin anlayışlar hansılardır? İlk öncə məsrəf anlayışına keçək yoldaşlar. Yəni, məsrəf anlayışı bir resursun istifadəsi demək. Yəni, qısacası bir şey əldə etmək üçün, yəni qurban edilmiş resursları deyə bilərik. Məsəl üçün, biz çörək almaq üçün onun tərkibinə un gedir. Un burada artıq məsrəfdir. Çörəyin əldə edilməsi üçün un məsrəfdir. Turşunun əldə edilməsi üçün, məsəl üçün, tərəvəzlər məsrəfdir. Stolun əldə edilməsi üçün taxta məsrəfdir. Yəni, bir şey digər şeyin tərkibinə daxil olub, yox olursa, bu olur məsrəf. Yəni, məsrəf qısacası budur. Və istehsal fəaliyyəti əsas nə ilə məşğul olur? İstehsal fəaliyyəti maddi resursların yaradılmasına yönəldilmiş bir fəaliyyətdir. Və bu zaman nə baş verir? Əsas xammal resurslar lazımdır, yarım fabrikatlar lazımdır. Əsas bunlardır. Xammalla materialın əsas fərqi nədir? İndi onu izah edəcək. İlk öncə istehsal fəaliyyəti iki yerə bölünür. Biri var əsas istehsalat, biri var köməkçi istehsalat. Görək, əsas istehsalat nədir? Əsas istehsalat odur ki, istehsalın başa çatdığı yerdir. Tutaq ki, başa çatdı, bir şey istehsal oldu, onun qaldı qablaşdırılması, filan digər kraskalanması, filan digər məsələlər. Bu isə köməkçi istehsalat həyata keçirilir. Bunu biləsiniz. Yəni, köməkçi istehsalat daha çox nə üçün lazımdır? Köməkçi istehsalat əsas o məhsulun istehsalı üçün köməkçi rolunu oynayır. Tutaq ki, yəni ona şərait yaradır. Tutaq ki, elektrik enerjisidir və ya savası üçün bir istehsal eləmək üçün hava lazım ola bilər. Məsələn, avadanlıqların təmiri, mütləq bir şey istehsal edilməsi, avadanlıq təmir edildiyi yer ola bilər, qablaşdırmanın həyata keçirildiyi yer ola bilər. Bunların hamısı köməkçidir. Niyə?
Yəni tutaq qablaşdırma, biz bir şey istehsal eləmişik, ancaq qablaşdırmamışıq. Qablaşdırmasaq da artıq o məhsuldur bizim üçün. Tutaq ki, tort. Tort istehsal edildi. Bu birinci məhsuldur. Həmin o paketdədir, artıq o köməkli istehsalat prosesidir. Tutaq ki, və yaxud stoldur. Biz o istehsal elədik. Ancaq onun növbəti yerə keçirib onu qablaşdırırıqsa, xarabaya yığırıqsa, bu nədir? Bizim köməkli istehsalat. Nomenklatura nədir? Nomenklatura adətən odur ki, bir şeyin adlarını sistemləşdirilmiş siyahısıdır. Bunu biləsiniz. Bu ola bilər ki, hazır məhsul da ola bilər, ticarət malı da ola bilər, yarım fabrik. Nomenklatura qısacası istehsal prosesi üçün lazım olan bir siyahıdır. Yəni bir addır. Marja nədir? Marja odur ki, bir məhsul istehsal eləyən zaman burada bir onun satış qiyməti var. Çünki mal gəliri baş verir. Bir də onun tərkibinə daxil olan yəni istehsal məsrəfləri. O ikisi arasında fərq bizə verilən istehsal marjası. Tutaq ki, biz bir məhsulu istehsal eləmək üçün ona bütün çəkdiyimiz daxili məsrəflər olubdur. Nə qədər olubdur? 500 manat. Ancaq biz onu 700-ə satırıqsa istehsal edirik. Bu zaman 200 manat olacaq bizim hazır məhsul mənfəət və yaxud marjamız. Biz bunu ticarət sektorunun adətən ticarət əlavəsi deyirik. Hazır məhsul da 204 nömrəli hesabdır. 204 nömrəli hesab nədir? 204 nömrəli hesab odur ki, yeni bir məhsuldur. Yada salın, hazır məhsul odur ki, yəni məhsul öz ilkin dəyərindən yeni bir dəyərə çevrilir. Yəni öz kimyəzi, bioloji, görünüşün dəyişir. Tutaq ki, biz çiyələk mürəbbəsi istehsal eləmək istəyirik. Görürsünüz, meyvənin öz xam mal formasında da hazır məhsuldur. Ancaq biz ondan mürəbbə istehsal eləsək, onun özü də hazır bir məhsul. Artıq onu mürəbbə istehsal ilə qaynadırıq, eləyirik, əlavə şəkər atırıq. O əvvəlki dadın biraz dəyişir, görünüşün dəyişir, əzilir, başqa bir formaya keçir. Yeni bir məhsul əmələ gətirir. Və yaxud deyək ki, yumurta. Yumurtanın özü hazır məhsuldur. Çünki ilkin xam maldır. Yəni onun ayağının toyuqdur. Bir də var ki, biz ondan yumurtadan tutaq ki, qayğanaq eləyirik. Bunun özü başqadır. Niyə? Çünki o öz xassəsini dəyişir. Birinizin göyərti vurur, birinizin bölünə nə bilim biber vurur, pomidor vurur, olur mesela qayğanaq. Bu olur, yəni hazır məhsul. Hazır məhsul birinci istehsal prosesinin son nəticəsidir. Və yaxud nə kükü istehsal eləyirik məsəl üçün. Aydındır bura kimi yoldaşlar? Əlmən. Sonra növbəti də bir də var məsəl üçün məsələn yarım fabrikatlar nədir? Yarım fabrikatlar nədir? İlk öncə mən emal prosesi haqqında məlumat verib. Emal prosesi nədir? Emal prosesi odur, hazır məhsulun hazırlama prosesindən keçməsidir. Bu müxtəlif məhsullarda müxtəlif ola bilər. Məsələn, bura ölçmə də olar. Tutaq ki, taxtadan mebel istehsal ediriksə, məsələn, nişanlanma da ola bilər. Kəsmə də olar, bu kəsmə də olar, deşmə də olar, bu ayırma da olar, birləşdirmə də olar. Yəni nədir? Biz bir məhsul istehsal eləmək üçün orada hansı hərəkətlilikdən istifadə edəcəyik? Qatlayacağıq, presləyəcəyikmi, yoxsa məsələn kəsəcəyikmi, deşəcəyikmi? Tutaq ki, biz ev tikiriksə, bunun özü bir hazır məhsul prosesi. Onda hörmə əməliyyatı lazım. Və yaxud orada məsələn birləşdirmə əməliyyatı, orada ölçmə əməliyyatı lazım. Yəni istehsal emal prosesi odur ki, o hansı mərhələlərdən keçir və müxtəlif zətlərdə məhsul istəyir müxtəlif ola bilər. Və bu zamanda yarım fabrikatlarda lazım ola bilər. Məsəl üçün, yarım fabrikat nə deyək? Yarım fabrikat deyək ki, necə tərif edilir? Deyilir ki, yarım fabrikata emal mərhələni keçmiş, lakin hələ hazır məhsula çevrilməmiş materiallar. Yəni mərhələlər keçib, ancaq hazır məhsula çevrilmir. Və yaxud deyək ki, son qablaşdırmadan başqa bütün istehsal mərhələlərini keçmiş istənilən aralıq məhsul. Tutaq ki, bunu deyə bilərik. Və yaxud digər istehsal müəssisəsinə, ticarət müəssisəsinə satış üçün nəzərdə tutulmuş hazır məhsul kimi də çıxış eləyə bilər. Yəni yarım fabrikat nədir? Tutaq ki, deyək ki, biz
hər hansı bir şey istehsal eləyirik, və onun üçün nə lazımdır bizə? Bizə onun üçün əlavə bir qatqı material, boyaq lazımdır, boya lazımdır. Onun üzərinə bir rəng verməliyik. Bunun öz yarım fabrikatlardır. Yəni, o olmasa da məhsul öz əvvəlki vəziyyətində. Tutaq ki, biz velosiped istehsal eləmiş. Yəni, eləmiş hazır vəziyyətdə, onun axırda üzərinə bir boya lazımdır. Məsələn, biz boyanı onun üzərinə vurup olur yarım fabrikat. Xammal nədir? Xammal o ki, yadda sal, ilkin orijinal xüsusiyyəti olan və ilkin emala məruz qalmayan məhsullardır. Yadda sal, bir var ilkin emal, bir də var təkrar emal. Məsələn, ilkin emal yəni odur ki, tutaq ki, yumurta dediyim ki, o olur xammal. Mən yumurtadan qayğanaq və ya kükü istehsal edirəmsə, bu olur nə? Hazır məhsul. Yəni, qayğanaq üçün, kükü üçün hazır məhsul nədir? Yumurta. Və ya mən turşu üçün hazır məhsul nədir? Pomidor ola bilər, badımcan ola bilər, göy-göyərti ola bilər, bu cür. Deyə bilərsiniz ki, hazır məhsullə mənbəsi xam malın fərqi nədir? Xam mal birincidir, material ikincidir. Məsəl üçün, deyək ki, buğda xam maldır, ondan olan təbiət. Və ya deyək, süd xam maldır. Ancaq deyək ki, qatıq nədir? Qatıq deyək ki, materialdır. Əgər bizim hədəfimiz pendir istehsal eləməkdirsə, 3 dənə şey lazımdır. Süd lazımdır, südü çevirməliyik qatığa, qatığı da çevirməliyik pendirə. Və yaxud biz çörək istehsal eləmək istəyiriksə, buğda xam maldır, un materialdır və çörək isə hazır məhsuldur. Elə istehsal ola bilər ki, bunun hər üçü ola bilər. Yəni, həm onun məsəl üçün, dəyirman ola bilər, buğdan un eləyə bilər. Elə yer ola bilər ki, dəyirman olmaz, o birbaşa un formasında ola bilər. O un formasında alanda elə artıq onun un da həmin zavod üçün xam mal mahiyyətindədir. Deməli, materiallar da iki yerə bölünür, yoldaşlar. Bir var əsas materiallar, bir də var köməkçi materiallar. Materiallı əsas materiallar ola bilər ki, məsəl üçün, metal ola bilər, şəkər. Yəni, onsuz mümkün deyil də yeni bir şey meydana gəlməsi. Ancaq köməkçi materiallar nə ola bilər? Məsəl üçün, çaydır. Çay üçün nə lazımdır? Əsas quru çay lazımdır. Ancaq onun içində mixəng atırsansa, dadlandırıcı başqa bir şey atırsansa, və yaxud nə bilim, hil atırsansa, darçın atırsansa, bunlar nədir? Bir dadın daha yaxşı artırmaq. Bu olur köməkçi bir material. Ancaq siz tam tərsinə desəz ki, mən zəncəfildən çay dəmləmək istəyirəm, onda çay olmayacaq. Belə də çox acı olacaq, içə bilməzsiniz. Köməkçi materiallar nədir? Ona əlavə bir xüsusiyyətlər vermək üçün. Bir də var yoldaşlar, kommersiya xərcləri. Xatırlayırsınızsə, mən bununla bağlı bizim hesablar planında inzibati xərclər vardı, bir də kommersiya xərcləri vardı. Kommersiya xərcləri xatırlayırsınızsa 721 nömrə hesabdaydı və inzibati xərclər 721 nömrə hesabdaydı. Kommersiya xərcləri isə 711 nömrəli hesabdaydı. Və mən o vaxt ifadə eləmişdim ki, kommersiya xərcləri nədir? Kommersiya xərcləri nə nəzərdə tutulur? Kommersiya xərcləri odur ki, o adətən istehsal prosesində olan xərclərin kateqoriyalaşdırılması üçün lazımdır. Məsəl üçün, tutaq ki, biz məhsul istehsal ediriksə, məhsulun tərkibi üçün nə lazımdır? Nələr lazım ola bilər ümumən? Xam mal material lazımdır. Niyə? Xam mal material yox olur, yeni bir məhsul çevrilir. Ona görə o məsrəf hesab edilir. Əmək haqqı məsrəfi. Deyə bilərsiniz ki, müəllim, bunun qarşısında niyə məsrəf yazmısan? Əgər, tutaq ki, biri zavodda işləyirsə, sırf məhsul istehsal zavodunda işləyirsə, o zaman işçinin əmək haqqısı məsrəf hesab edilir. Ona görə məsrəf hesab edilir ki, onun əmək haqqısının dəyərində məhsulun maya dəyərinin yadıraldırılmasına birbaşa iştirak edir və onu birbaşa silmirlər. Onun məhsulun maya dəyərinə daxil edib o cür silirlər. Hansında birbaşa silirlər? Onda birbaşa silirlər xidmət müəssisəsi ilə, ticarət müəssisəsində birbaşa silirlər. Ancaq istehsal müəssisəsində əmək haqqı nə edirlər? Onu məsrəf kimi
yeni məhsul maya dəyərini daxil edib o cür silirlər. Təbii ki, işçi əmək haqqı məsələsi varsa, mütləq sosial sığorta məsələsi də var. Niyə? Çünki ona görə ki, işçi əmək haqqı alırsa, mütləq ona sosial sığorta haqqı da hesablanacaq. İşçinin əmək haqqının tutulmaları da olacaq. Həmçinin işçilikdən icbari sığortası da olacaq, onu da tutacaqlar. İcbari tibbi sığortası da olacaq, onu da tutacaqlar. Kommunal məsrəf ola bilər. Tutaq ki, bir məhsul istehsal etmək üçün bizə nə lazım? İşıq lazımdır, avadanlıq işığına işləməlidir, yeganə su lazım ola bilər, elektrik enerjisi lazım ola bilər, qaz ola bilər. Bunun hamısı nə olacaq? Kommunal məsrəflər olacaq. Yəni, hamının hamısı toplanacaq bir yerdə hazır məhsulun maya dəyərini meydana gətirəcək ki, biz bu məhsula, bir məhsulun maya dəyəri bizim üzərimizdə neçəyə başa gəlir. Və bunu biz doğru hesaplamalıyıq ki, biz bilək ki, bunu neçəyə satmaq lazımdır. Biz məsrəfi doğru hesablamasaq, biz bazarda uduza bilərik, rəqiblərimizi uduza bilərik, özümüzə ziyan vura bilərik. Və yaxud həmin yerdə icarəyə götürülübsə, icarə haqqı məsələsi var və mütləq icarə məsrəfi. Həmçinin amortisasiya da ora daxildir. Niyə? Çünki amortisasiya nə ilə bağlıdır? Avadanlığın köhnəlməsi ilə bağlıdır. Deməli, avadanlıq köhnəlibsə, onun köhnəlmə dəyərində adətən necə eləyirlər? Tutaq ki, bilirlər ki, məsəl üçün deyirəm də, amortisasiya xərci 2400 manat. Təqribən də bilirlər ki, illik bunun istehsal gücü 1200 ədəd məhsul istehsal edirlər. Aya deyək ki, 100 ədəd. Eləmi? Deməli, biz 2400-ü 100-ə böləndə, yəni 2400-ü, yəni birincisi 1200-ə böləndə biləcəyik ki, hər məhsula 20 manat düşür. 20 manat düşür. Nə üçün düşür? Biz bilirik ki, 20 manat deyirəm, 2400-ü 1200-ə. Biləcəyik ki, hər məhsula 2 manat düşür. Deməli, hər məhsul istehsal edəndə, hər məhsul mayadan 2 manat əlavə eləyəcək ki, bu məhsulun real dəyərini görə bilər. Tutaq ki, real dəyərini artıq buna gedən əmək haqqı məsrəfidir, xam mal materialdır, amortisasiya məsrəfidir, icarə məsrəfidir. Bunun hamısı toplab 500 manatlıq elə. Deməli, bunun zavod dəyəri 500 manat. Biz onun sabahsı günü istehsal məhsulda 500-ə sata bilmərik. Niyə? Biz xeyriyyə müəssisəsi deyilik. Təbii ki, biz onu deyəcəyik ki, biz onun bazar dəyərini, topdan satış qiymətini 700-ə satacağıq. Başqa ticarət müəssisəsi gəlib bizdən 700-dən alıb, aparıb 900-ə satacaqdır. Siz də istehlakçılar 900-dən pərakəndə satışdan alanda 900-dən alasınız. Və yaxud o da balaca marketlər satında 1000 manatdan satacaqdır. Yəni, bu maya dəyərin formalaşması bu cür baş verir. Yəni, kommersiya xərci nədir? Kommersiya xərci birbaşa odur ki, istehsal prosesi ilə bağlı olan və məhsulun maya dəyərinin yaradılmasında iştirak eləyən məsrəf və xərclərdir. Məsrəf ifadə elədim ki, bir şeyin istifadəsidir. Xam mal material yox olur, hazır məhsul anbarlarının yox olur, keçir istehsal zamanı. Nə olur? Bu zaman onun məsrəf hesab edilir. Elə bil ki, məsrəf aktivlərin yer dəyişməsidir. Xam mal anbarından yox olur, daxil olur hara? Hazır məhsul anbarına. Və onu da deyim ki, əvvəlcədən itkilər, zay məhsulu, əksik gəlmələr olarsa, bunlar da qeyri-istehsalat xərclərinə daxildir və bunlar da adətən praktikada, məsəl üçün, götürüb daxil edirlər ki, hazır məhsulun maya dəyərinə ki, ümumi maya dəyər doğru çıxartmaq üçün ki, bilim ki, yəni bu məhsulda mənə nə qədər pul qalır. Ümumən, mən bir şəkil göstərim, materialların axıntı sikli. Onu biləsiniz ki, tutaq ki, görürsünüz, burada taxta istehsal olunur. Bizə taxta üçün nə lazım? Ağacı, oduncağı lazım. Görürsünüz, əsas işin 95%-i burada baş verir. 95%-i. Görürsünüz, bu prosesdə baş verir. Buradan, bura kimi. Nədir? Yoxlanılır, irəliləyir, hərəkət daşınır. Burada o bölünür və daha çox, məsələn, görürsünüz, burada operatorlar, gecə növbəsi, gündüz növbəsi işləyən şəxslər olur. Sonra da quraşdırılır. Sonra da burada dəzgahdan, məsələn, nə olur? İşləmə vaxtı olur. 5% də burada hazır bir taxta əldə edilir, tikinti, məsəl üçün, sektor üçün. Görürsünüz, proses istehsalda bu cür baş verir.
Və emal prosesi, əvvəlcədən ifadə elədiyim ki, emal prosesi əritmə daxil ola bilər. Məsələn, burada əritmə yoxdur. Ancaq dəmir sənayesində var. Burada nə var? Kəsmə var. Yığım ola bilər, təmir ola bilər, quraşdırma ola bilər, qablaşdırma ola bilər. Bu sınaq laboratoriyası yox. Niyə? Bu dərman istehsalı üçün ola bilər. Məsəl üçün. Və rəngləmə ola bilər, ola da olmaya bilər. Süzmə yoxdur. Niyə? Süzmə ola bilər ki, məsəl üçün, bu gəlsin alüminium istehsalı üçün ola bilsin. Qəlibləmə də ola da bilər, olmaya da bilər. Buxar bunun üçün lazım deyil. Niyə? Buxar burada çox da lazımdır. Buxar başqa bir mənədir. Yəni, mən burada əritmə prosesi deyəndə sırf bu şəkil üçün onu nəzər tutun. Ümumiyyətlə deyirəm ki, emal prosesində hansı alt mərhələləri olur? Bir şeyin əldə edilməsi üçün nələrdən keçməlidir? Bunların hamısı emal prosesi ilə bağlı olan mərhələlərdir. Ümumiyyətlə, xammal material anbarı olsun, emal olsun, hazır məhsul anbarı kompleks şəkildə fəaliyyət göstərir və bununla bağlı olan ümumi proseslər aşağıdaşlardır. Yadda saxlayın. İlk öncə, xammal material anbara daxil olunanda rəsmiləşdirilir. Təbii ki, bu rəsmiləşdirilmə sənədləri olur. Bu praktikana bağlı olur. Mən indi orada toxunmayacağım. Nə olur? Rəsmi sənəd o ambara daxil olur. Təbii ki, ambardalar onu rəsmiləşdirir. Sonra o məhsul çeşidlənir. Tutaq ki, hamısının pərəkəndə aldı bir yere yığılmalılar. Tutaq ki, yəni çeşidlənir. A məhsullar bir yerdə, B məhsullar bir yerdə, C məhsullar. Bu cür, tutaq ki, tikinti sektorunda nə olur? Məsəl üçün, fərz eləyək ki, danışaq biz mismardan. Mismarın böyük ölçüsü də var, kiçiyi də var, lap böyük ölçüsü də var. Bunlar çeşidləyirlər. Və yaxud evdə olan lampalar. Lampalar da çeşidləyirlər. Məsələn, deyələk ki, məsəl üçün dedim, 100 voltdur, 150 voltdur, 250 voltdur, bu cür çeşidləyirlər. Sonra neyinirlər? Ambardan çıxış məsələsi artıq ki, buradan çıxış məsələsi. Bununla nə ilə bağlı? Bu, sırf satış məsələsi ilə bağlı olan məsələ. Nə olur? Ambardan satış və yaxud istehsala verilmə ilə bağlı. Təbii ki, bizdə istehsalla bağlı olma, istehsalla bağlı olma istəyir. Nə olur? Xammal material ambardan çıxır. Çünki ambarda deyir ki, mənim üzərimdə qalmayın. Sonra deyirlər ki, siz malı uğramışsınız. Rəsmi sənədindən verir. Nə olur? O xammal material ilkin emal edilir. Yəni, kəsilir, doğranır, qəliblənir. Laboratoriya sınağı. Laboratoriya sınağı nə üçün lazım yoldaş? İlkin variantda bir sınaqdan keçirirlər ki, məsəl üçün, bunun keyfiyyəti necədir? Məsəl, tutaq ki, bu dəmirdə də ola bilər ki, nə dərəcə keyfiyyət dəmir istehsal edilir. Və ya kimyəvi məhsullarda da ola bilər, yəni yuyucu tozlar olsun. Həmçinin dərman məhsullarında da ola bilər, laboratoriya sınağı. Laboratoriya sınağının özü də məhsulun maya dəyərini gedir. Niyə? Laboratoriya hər zavodun ümumən özünün azı laboratoriyası olmaya bilər. Demək, o başqa yerdə laboratoriyadan onu keçirəndə nə lazımdır? Mütləq və mütləq əlavə pul ödəyir. Deməli, onunla bağlı onun pulu çıxır, ona da məsrəf deyə bilərik. Sonra neyinlər? Yarım fabrikatı alırlar. Məsələn, yarım fabrikat yenə nədir? Tutaq ki, biraz da ifadə edeyim. Un xammaldır. Elə bir ki, unu götürdünüz, siz onu hazırladınız, sobaya qoydunuz, sobaya qoyan anda işıq keçdi. Bu nə hazır məhsul tort deyil, nə çörək deyil, nə də un deyil. Nə onu qaytarıb meşova töküb, un kimi saxlaya bilmirsən, nə də onu yeyə bilmirsən. Gördün, yarım fabrikat. Yəni, tam da xammaldır, nədir? Ortadadır. Və yaxud deyək ki, biz deyək ki, mebel istehsal edirik. Mebel üçün nə lazımdır? Usta kəsib, doğrayıb, eləyib, hər şey ancaq birləşdirməyib. Bu olur yarım fabrikat. Sonra neyini? Bunlar sexlərdə emal olur. Yəni, yerlərdə emal edilir. Yəni, birinci sex ola bilər, ikinci sexlərdən. Sonra neyini? Dizayn və montaj edilir. Yəni, dizayn nədir? Daha çox biraz naxış vururlar, biraz kobud yerlər, məsələn, mebeliz, müəyyən yerlər yonurlar. Sonra deyək ki, əlavə olaraq, məsələn, müəyyən qədər üzərindən dizayn verirlər, görüntü verirlər. Sonra qablaşdırılır. Qablaşdırılandan sonra neyini? Ambara verilir. Hara verilir? Gözünüz yazmışam ki, hazır məhsul ambarına. Gördünüz? Bura kimi olanların hamısı, bax, bura kimi olanların hamısı orta mərhələ. Bunun hamısı nə ilə bağlıdır? Bu ilkin olaraq ambara malın daxil olması mərhələsi
bu istehsal prosesi ilə bağlıdır. Bu isə sırf hazır məhsulun qablaşdırılması, ambara verilməsi və təchizatın rəsmiləşdirilməsi, yəni satışa verilməsi məsələsi ilə bağlıdır. Tutaq ki, mən sizə bir dənə indi misal deyəcəm. Baxın, siz bu ekranda hal-hazırda polad istehsalının bir nəyi görürsünüz? Mərhələləri görürsünüz. Tutaq ki, nə olur? Düşünək ki, bir dənə polad istehsal eləməliyik. Polad istehsalı nə üçün bizə lazımdır? Ən çox dəmir sənayesi, ağırsı nədə lazımdır? Və tikinti sektoru üçün. Məsələn, armatur olsun, ağır metal olsun. Nədə? Onlar poladdan. Dəmir filizi xammalın emalı. Yadda saxlayın ki, dəmir filizi nədir? İstənilən metal, filiz halında olan metalların tərkibində həm alüminium ola bilər, yerin qatındadırlar. Həm başqa dəmirdə ola bilər, başqa metallarda ola bilər. Deməli, ilk xammal dəmir filizi olsa nə olar? Müxtəlif metallar ayrıla bilər. Tutaq ki, fərz eləyək ki, bu yer altı ilə bağlıdır. Yer üstündə nə olur? Dəmir qırıntıların əridilməsi ola bilər. Tutaq ki, rast gələrsiniz də, yəni gəlirlər dəmir qırıntıları toplayıb aparıb satırlar. Deməli, dəmir qırıntısını nə edir? Aparır, yığır, əridir. Ərdəndən sonra, bu əritmə prosesi burada tutaq ki, baş verir. Görürsünüz, bura yazmışım, bitməmiş istehsal. Sonra nə edirlər onu? Xam maldır. Görürsünüz, dəmirdir. Daxil olur, bura əridilir. Sonra nə edirlər onu? Daha sonra onu süzüb saflaşdırırlar. Niyə? Onun içində yəni pas ola bilər, sonra əlavə olaraq torpaq ola bilər, başqa materiallar ola bilər. Onlar çıxarılır, saflaşdırılır. Və daha sonra isə saf ərdilmiş material oksigenləşdirilir. Niyə oksigenləşdirilir? Yadda saxlayın. O oksigenləşdirilməsə, onda elastiklik olmaz. Onu naxış verə bilməz də, əyə bilməz də. Çünki niyə? Polad bilirsə, onu əyəndə qırılır. Məsələn, bıçaqlarda görə bilərsiniz. Onu bərk əysə qırılır. Ancaq armaturda eləmək üçün ona nə eləmək lazımdır? Fikir vermişsiniz, armaturlar, binada olan, onu əyərsən də qırılır. Halbuki polad. Nə eləyib ona? Onu ərdən zaman onun tərkibinə karbon qazı verilir. Çünki o, yəni normal, karbonun həcmini azaldırlar ki, elastikliyi artsın. Və ona uyğun da əyrilə müəyyən bir formaya salınır. Çünki niyə? Onun elastikliğini yəni artırılmaz, o çuqun olar. Çuqun. Çuqun da özü bilirsiniz. Adi çuqun əlinizdən bir yemək qabı da olsa, düşəndə anında anda sına bilər, qopa bilər. Çuqun. Ona görə də o çuqun materialın belə də ona nə edirlər? Oksigen verərək onu elastikləşdirir, nə edirlər? Tikinti materiallarını çevirirlər. Sonra nə edirlər? Sonra qəlibləşdirirlər. Təbii ki, qəlibləşdirməsi nə edir? Müəyyən, bax, burada düşürülən yeri, oradan çıxan məhsul da belə olur. Yəni, müəyyən bir, məsəl üçün, naxışlar olur. Və qəlibləşmiş materialda hazır məhsula çevrilir və satışa verilir. Bura kimi izah elədiklərimi istehsal prosesi ilə bağlı olan məsələlər. İndi isə bu proseslərin müxabiləşməsinə baxaq. Görək, necə baş verir? İlk öncə bank hesabından, məsələn, 10 minlik mənim pulum çıxır, qısaca məlumat verəcəm və 201 nömrə hesaba çevrilir. Nədir? Aktivlərin yedəşməsi əməliyyatı baş verir. Nəqd pul 1000 manat məbləğində ehtiyat alınır. Sonra nə edir? Ehtiyatın varsa, mən nə etməliyəm? 202 nömrəli hesabımız bizim istehsalat məsrəfləri hesabıdır. Mən ilk öncə həm xam mal materiala, həm əmək haqqı məsrəfinə, həm də digər xərclərim ola bilər. Məsəl üçün, amortisasiya olsun, sonra əlavə deyim sizə, nizami xərc olsun, sosial sığorta xərc olsun, digərlər. Onları neyinəm? Əks yazılış verirəm. Əksər 5.000 bunundan, əks yazılış 3.000 bundan 10.000. 18.000-ni hesaba atıram. Nədir? Adı nədir? İstehsal ehtiyatları. Yəni, nədir? Yəni, hələ hazır məhsul deyil. Sonra da təkrarən bu hazır 202 nömrələ hesaba təkrarən əks yazılış verirəm, atıram artıq 204 nömrələ hesaba. Elə bil ki, burada 202 nömrəli hesab, 201 nömrəli hesabla və 204 nömrəli hesabın arasında aralıq bir mərhələdir. Və
bizə ol hazır məhsul. Təbii ki, hazır məhsulu da biz nə edirik? Hazır məhsulu da 18 mindirsə maya dəyəri. Demək 18 minə başa gəlir. Gördünüz 18 niyə 10 min bu da xamal material gedir, 3 min əmək haqqıdır, gedir 5 min digər fərqi. Demək 18 minə başa gəlsin, mən bunu 18 minə satmayacağam. Mən bunu neçəyə satacağam? Mən ən yaxşı halda 18 mindən baha qiymətə satacağam. Demək, fərz edək ki, burada 25 minə satırım. 25 minə satanda nə olur? Mənim debitorum və yaxud nəqd pulum yaranır 601.1 nömrəli hesabdan və mən də onu və plus da satanda da həm də onun SMM-də kimi 18 mində nə edirəm? Birbaşa xərcə silirəm.